Salam uşaqlar. Deməli 9-cu sinif güvən bir məhsulu təhlillər və məsələlərə aid olan testləri işləyəcəyik. Deməli biz 110-a qədər işləmişdik. 111-dən başlayacağam. 128-ə qədər inşallah ki çatdırıb işləyərək məsələ hissəsini özüm 128-ə qədər çəkəcəm ki məsələlər biraz iri həcmlidir. Say az olsun ki, yaxşı başa düşəsiniz. Yaxşı, başlayaq. Deməli, 111. 111-ci məsələdə deyir ki, aralarındakı məsafə 420 kilometr olan iki avtomobil qarşı-qarşıya. Bax, biri qarşı-qarşıya, yəni başa düşürsünüz də, biri qarşı-qarşıya hərəkət edir. Yola düşdü. Avtomobillərdən biri 60 kilometr böl saat, digəri də kilometr böl saatları yazmayacağım, yəni da bilin ki, belə də. Digəri də 80 kilometr böl saat sürət ilə hərəkət edir. Neçə saat sonra onlar görüşər. Uşaqlar, yadınızda saxlayın. Əgər qarşı-qarşıya hərəkət varsa, burada sürətlər toplanır. Yəni V1 plus V2 olur. Cəm neçə eləyəcəkdir? 140. Düzdürmü? Dəqiqə. Cəm neçə eləyəcək? 140. Ümumiyyətlə bizim gedilən yolumuz S bərabərdir. VT düsturu ilə tapılır. Düzdür? V-im neçədir? Neçədir? 140. S-im də, yəni gedilən yolum özü başda verilmiş ki 120 vur T. T bərabərdir 420 böl 140-dan cavab eləyəcəkdir 3. Yəqin ki aydındır. 112. 112-də deyir ki aralarındakı məsafə 500. Bu dəfə aralarındakı məsafə 500 olduğunu bildirir. İki şəhərdən eyni vaxtda qarşı-qarşıya. Yenə qarşı-qarşıya söhbət gedir. İki avtomobil yola düşdü. Biri 70-dir sürəti, digərinin sürəti 80 km böl saatda. 2 saat sonra. Yenə də uşaqlar S bərabərdir VT düsturundan istifadə edəcəyik. Amma deyərsiniz, burada sürət 2 dənədir. Yenə də qarşı-qarşıya hərəkət olduğuna görə V bunların ümumi cəmi olacaq. Yəni 150. Artıq qoyuruq yerinə. Yəni 500 bərabərdir 100. Deməli, nə deyir ki burada? Qoy görüm, nə deyir ki? Yox, burada 2 saat söhbəti var. Yox, məsələnin davamını oxuyum. Deyir ki, 2 saat sonra onlar arasındakı məsafə. Aha, 2 saat sonra onlar arasındakı məsafə. Yəni, bizə ümumi bu məsafə 500 olduğunu bildirir, düzdür? Sürət budur, yəni 150 qarşı-qarşıya hərəkət olduğuna görə. T, yəni zaman 2 saat özü veribdir. Burada bizim S bərabər VT düsturumuza görə nə qədər getmiş olacaqdır? 300 kilometr yol getəcək. Amma ümumi məsafə nə qədər idi? 500. Deməli, 500-dən əgər 300-ün getsə, yerdə nə qədər qalacaqdır? 200. Yəni, 112-də cavab B bəndi olmuş olacaqdır. 113. Bir nöqtədən əks istiqamətdə hərəkət edən, bir nöqtədən əks istiqamətdə. Yəni, biri belə gedir, biri də belə. Bir yerdən başlayırıq, maşını sürürük. Biri bu yana sürür, əks istiqamətdə. Biri də üzü belə gedir. Hərəkət edən iki avtomobil arasındakı məsafə 3 saat sonra, deməli, 3 saat sonra 480 kilometr olur. T-də zamanı bildirir 3 saat sonra. Avtomobillərdən birinin sürəti, bax bunun sürəti 2 maşında, biri bu, biri bu. Birinin sürəti 75-dir. Digərinin sürətini tapın. Aha, X-i deyir tapın. Deməli, uşaqlar, yadınızda saxlayın. Əks istiqamətlərə hərəkət edəndə, bayaq dedim ki, qarşı-qarşıya hərəkət edəndə sürətləri nə topla. Yadınızda saxlayın. Əgər əks istiqamətdədirsə, burada sürətlər çıxılır. Yəni, sürət bu olur. Düzdür, sürətləri çıxdım. Digərinin sürətini bilmirəm. Birinci 75 verib. Bu oldu ümumi mənim V-im. Sürətlərin çıxılmışı. Vururam T-yə, yəni 3-ə. Bərabər olur neçə? Gedilən yola. Burada üzbəüz ixtisar aparıram. 75 minus X bərabər olur 160-a. Deməli, neçənci idi? 113. Burada X də bərabər olur 85 eləyir də. Cavab D bəndi. Ondan sonra 114 eynidir. Eyni istiqamətdə. Aha, burada artıq başqadır yenə. Əks istiqamətdə olanda dedim, neyin eləyirik? Baxın, bax burada yazıram. Qarşı-qarşıya hərəkət etdikdə sürətlər toplanır. Əks istiqamətdə hərəkət etdikdə sürətlər çıxılır. Eyni istiqamətdə hərəkət etdikdə yenə də sürətlər toplanır. Bunu yadınızda saxlayın. Deməli 114.
Bir nöqtədən artıq eyni istiqamətdə. Bax, bir nöqtədən biri belə gedib, bir nöqtədən eyni istiqamətdə hərəkət edən iki dənə avtomobil. Məsələn, biri də belə gedir da yolla, biri indi qabaqdadır, biri indi baxır sürətinə. Hərəkət edən iki avtomobil arasındakı məsafə 2 saat sonra, tez içini yazıram. Aha, deyək ki 40 km/saat olur. Avtomobillərdən birinin sürəti, indi bilmirəm, bunun sürətini deyir, yoxsa bunun sürətini deyir. Yazıram V1 bərabərdir. Neçədir? Deyir 80. Digərinə V2 də bərabərdir. Sualda, yəni x deyək. Yaxşı. Dedim, eyni istiqamətdə olanda sürətləri nə edirik? Deməli, burada nə deyir? Bir nöqtədən eyni istiqamətdə hərəkət edən. Deməli, eyni istiqamətdə hərəkət edən dedikdə biz toplamırıq. Eyni istiqamətdə hərəkətdə, deyəsən mən bayaq dedim, topluyuq. Toplamırıq uşaqlar. Eyni istiqamətdə də çıxırıq. Deməli, olur çıxmaq lazımdır da, yəni sürətləri 80 minus x. Bu bizim, qoy burada yazım. V bərabər, yəni V1 minus V2 olur da. Aydındır. Yəni V bərabərdir V1 minus V2. Yəni 80 minus x. Bu mənim ümumi sürətim oldu. Yəni bu ikisini birləşdirdim. Bu cür sürət əldə etdim. Deməli, S-in düsturu necə idi? S bərabər V vur T. V vur T. Yəni 80 minus x-ı mən vursam T-yə, yəni 2-yə bərabər olmalıdır nəyə? 40-a. 80 minus x bərabərdir. Bundan bunu ixtisar aparıram. 20. X bərabər 60. Deməli, x 60 ola bilər. Amma diqqətlə baxsanız, görərsiniz ki, cavablarda 2 dənə var. Niyə? Çünki o verdiyi 80 bilmirəm, bu birinci gedənin sürətidir, yoxsa ya ikinci gedənin sürətidir. Deməli, ikinci də tənliyi belə qurasız. Bəlkə 80 minus x-dir. Aydındır, yəni biri odur, biri bu biridir. Yəni hansının birinci, hansının ikincinin dediyini bilmədiyim üçün bu formada da tənliyi yazıb, yuxarıda yazdığım kimi, bir də bu formada da yazıb, tənliyi həll edə bilərsiniz. Burada da x minus 80 bərabərdir. Neçə alacaq? Bundan bunu ixtisarında 20, x bərabər 100 olmuş olacaqdır. Yəni ya 80 minus x götürürsə, x minus 80 götürürsəm, cavab olacaqdır. D bəndi 114-də. Keçirəm 115-ə. Aha, 115-də nə deyil? Biraz iri görsənir uşaqlar məsələ. Əslində bu məsələlər elə də çətin deyirlər. Biraz diqqətlə baxaq. 115. Deyir, A nöqtəsindən surəti belə olan və B nöqtə... Aşağıda şəkil var. Şəkili çəkək. A, C, bu da B. Deyir, A nöqtəsindən surəti 140. Bunun surəti 140-dır. Buradan bir maşın, avtomobil, aha. 140 km/saat olan və B nöqtəsindən artıq buradan surət 100 km/saat olan iki avtomobil eyni anda qarşı-qarşıya. Qarşı-qarşıya nə edir? Hərəkət edir. Aha, görək nə deyir? A nöqtəsindən hərəkətə başlayan avtomobil B nöqtəsinə çatanda. A-ya görürsünüz 140-la gedir, daha sürətlidir. A gəlir, çatır B. Uşaqlar, bir dəqiqə burada biz zamanı da bildirək. Buradan bura qədər zaman T-dir də. Yəni hər hansı bir vaxtda müəyyən adam B-yə bir T müddəti var da, yəni hər hansı bir zaman var. Zamandan burada istifadə olunmayıb, T kimi qəbul edəcək. Deyir ki, adam B-yə qədər, nə deyir? A nöqtəsindən, deməli, hərəkətə başlayan avtomobil B nöqtəsinə çatanda. Uşaqlar, S bərabərdir, VT düsturu var idi da, düzdür, bayaq dedim, neçə dəfə dedim bunu. Gedilən yol, sürət, zaman. Sürət neçədir? 140. Zamanına qəbul etmişəm T, yəni 140-dir. Düzdür? Bəli, düzdür. Deməli, adam B-yə qədər ümumi gedilən yol, yəni 140 T-dir. Başa düşdünüz də bu sürətdir, bu da zaman. Yaxşı, sonra nə deyir? Deyir, B nöqtə, yəni adam B-yə çatdıqda B nöqtəsindən, bax buradan, hərəkətə başlayan avtomobil C nöqtəsinə çatar. Aha, buradan başlayanda deyir, gələr çatar bura. İndi aydınlaşdıraq. Deməli, adam bu T müddətində 140 ilə avtomobil gəlib B-yə çatır. Bu adam başlayır, hər hansı bir müddət ərzində B-yə çatır. Amma həmin vaxt ərzində, yəni bu qədər məsafəni, həmin o T müddət ərzində
B gəlir C-yə çatır. Çünki B-nin sürəti daha azdır. Görürsünüz 100 ilə gəlir. Amma A-dan gələn 140 ilə gəlir. Ona görə tez gəlir çatır B-yə. Amma B-dən gələn 100 ilə gəlir deyə gücü C-yə qədər gəlir çatır da. Çünki sürəti azdır. O da T müddətində gəlir. Yəni B-ninki də buradan burada nə qədər məsafə olacaqdır? S bərabər VT-dən. V budur 100. Zaman da zaten T-dir. Düzdür uşaqlar? Onda ümumi 140, yəni gedilən yol 140 T-dir. B-dən C-yə 100 T olarsa, onda bəs A-dan C-yə neçə T? Əlbəttə 40 T qalır. 140-dan 100 T çıxdım, 40 T. Nə deyir? Deyir AC-nin, görsənirmi? AC-nin C B-yə nisbətini tapın. Uşaqlar, AC, görürsünüz AC. A-dan C-yə buradır. 40 T-nin C B-yə. C buradır da, bir də işarələmişəm. C-dən B-yə 100 T. Yüzlər T'lər ixtisar edir, sıfırlar ixtisar edir. 2'ye ixtisar aparında 2'nin 5'i almış oluram. Cavab olur. Nə bəndi? B bəndi olmuş olur 115'də. 116 eynisidir uşaqlar, yazarsınız. Yəni heç bir fərqi yoxdur. AC-nin elə CB-dir. Yəni həmin rəqəmlərdən istifadə edib yazarsınız. 117. Deyir ki, Hikmət bir işi 6 saata bitirir. Yaxşı, iş məsələlərini birinci toxunaq. Uşaqlar, yadınızda saxlayın, fəhlə, iş məsələləri var ki, usta, şagird və s. Belə bir düstur var. 1 böl A, yəni bu birinci adamın 1 saatda gördüyü işdir. Üstəcələk 1 böl B. Bunlar ikisi birlikdə iş görür. 1 saata görülən işi tapıram. Bu da bərabər 1 saatda bilmirəm nə qədər iş görüblər. Yəni, ümumilikdə bu tənlikdən qeyd kimi götürüb bir yerdə yaza bilərsiniz. 1 bölü A plus 1 bölü B bərabər 1 bölü X. Eyni ilə də bu məsələ hovuz, boru məsələlərində, iştifəli məsələlərində istifadə olunur. Bunu dediyim kimi qeyd götürə bilərsiniz. Hal-hazırda bu düsturdan istifadə edəcəm. Deyir ki, Hikmət bir işi 6 saata bitirir. Yəni 1 saatda bu Hikmət 6'da 1 saata görür də işi. Belə deyim də 1 saatda işin 6'da 1'ini bitirir. 6 saata bitirirsə bu işi 1 saatda 6'dan 1 hissəsini yerinə yetirir də. Aydındır nə deyirəm? 10 6'da 1 yazırıq. Bitirir. Hikmət onunla eyni gücdə, deməli o da eyni gücdə işləyən dostdur. Mənim dostum var, məndən eyni işləyir. Yəni o da 6 sahada bitirir. Tutarım ev tapşırığı yazır, o da 6 sahada bitirir. Belə çıxır ki, ona da 6 saat yazıram. Aha, yəni 1 sahada 6'dan 1 hissəsini yerinə yetirir. Aydındır. Birlikdə işləyir deyə bunun Hikmətlə həmin dostunun, bu Hikmət olsun, bu da dostu olsun. Bunların gördüyü işlər, bayaq dedim nəyə bərabər bilmirəm axı, 1 böl X. Bu 6'da 2 bərabər 1 böl X, ixtisar aparanda 3, 1, çarpaz vuranda X bərabər 3 almış olurum. Cavab C bəndi olmuş olur 117'də. 118 deyir bir işi birinci fəhlə, ikinci fəhlə. Bax, birinci fəhlə, bir ikinci fəhlə. Birinci fəhlə ikinci fəhlədən 2 dəfə tez görür. 2 dəfə tez görürsə, onda birinci daha tez eləyir də, yəni daha az zaman sərf eləyir. İkinci daha çox. Çünki gec görür də o işi. Tez görən kimdir? Bir işi birinci fəhlə daha tez görür, düzdür? Belə deyim də, mən daha tez eləyirəm. Onda mən məsələn 3 saata eləyirəmsə, o biri də məndən 2 saat, 2 dəfə gec eləyirsə, onda o da məsələn mən 3 saat eləyirəmsə, o da 6 saat eləyəcək də. Başa düşdünüz nə demək istədiyimi? Deməli, məsələn, mən fəhləyəm. Mən x saata işi görürəmsə, o biri fəhlə məndən, mən birinci fəhləyim. Birinci fəhlə ikinci fəhlədən daha tez görür. Mən özdə 2 dəfə. Birinci fəhlə x saata görürsə, ikinci fəhlə 2x saata görəcəkdir. Niyə? Çünki birinci fəhlə daha tez. Aydındır da, yəni niyə x yazdım? Mən daha tez görürəm, 3 saat işi görürəm. Sən 6 saat iş görürsən. Başa düşdünüz də? Yaxşı. Artıq eyni düsturu tətbiq edirəm. Deyir ki, fəhlələr birlikdə. Artıq bayaqçının tərsidir. 1 sahada işin x-da 1 hissəsini görər. Bu da 1 sahada işin 2x-da 1 hissəsini görər. Bu da bərabər olur. Deyir ki, tək başına 6 sahada. Nə deyir? Fəhlələr birlikdə bu işi. Birlikdə bu işi 6 sahada. Gördünüz, bayaq birlikdən soruşurdu deyə 1 bölü x yazmışdım. Artıq birinciyə verib, ikinciyə x-lə ifadə edib, amma birlikdə görülən sahadı mənə verib. Ortaq məxrəc 2x-də olur 2 plus 1 bərabər 1 bölü 6'dan
2x bərabər, bu eləyir 3, 3, 6, 18, x bərabər 9 almış oluram. Nə deyir? Deyir ki, işi tək başına birinci fəhləni deyir. Birinci fəhlə bax bu. İşi tək başına neçə sahada görər? Cavab olacaqdı 9 sahadadır. Yəni x götürmüşdük. Ona görə də x-də 9 tapıq. Cavab B bəndi. Yəni B bəndi olmuş. Olur. 119. 119-da nə deyir? Deyir, bir işi birinci fəhlə ikinci fəhlədən 2 dəfə tez yenə. Birinci fəhliyə x qoyuram. Tez elədiyinə görə daha az müddətdə. İkinci fəhlənin 2x qoyuram. Yenə birlikdə deyir 1 böl x üstəcələk 1 böl 2x bərabərdir. Yenə birlikdə verirsə artıq bunu özünüz həll edərsiniz. Tənlikli formada olacaqdır. 120. 120'də deyir ki, birinci boru. Bayaq dedim ki, eyni düsturu 1 böl a plus 1 böl b bərabər 1 böl x. Burada 1 böl c də əlavə oluna bilər. Bu hardan gəlir? Məsələn, 3-cü adam, 3-cü, məsələn, hovuzda 3-cü boru daxil ola bilər. Yəni 3 dənəli də olur. İndi biri var ki, 2 boru hovuzu doldurur. Onda toplayırsan, əgər biri doldurur, biri boşaldırsa, onda çıxırsan. Yadınızda saxlayın. Çıxılır yəni onda. İndi 120'də deyir ki, birinci boru hovuzu 6 saat, ikinci borusu 3 saatı doldurur. Görürsünüz, ikisini də sahadını verib və doldurduğunu deyir. Artıq bir sahada birinci boru 6'da birini, ikinci boru 3'də birini doldurur. Bu bərabər 1 böl x yazıram, düzdür? 6'da 1 plus 2, yəni 3 bərabər 1 böl x-dən, ixtisardan x bərabərdir. 2 almış oluram. Nə deyir mənə? Üstüdə elə bunu soruşurdu. Deməli, cavab olacaqdı C bəndi. Yəni 2. Yəni bu düsturdur uşaqlar. Bir də deyirəm 1 plus a plus 1 bölək b. Burada 1 plus c də ola bilər. Yəni 3-cü boruda gələ bilər. Bərabər 1 böl x. Yəni ümumi görülən işin müddəti. 121. Bax görürsünüz 3-cü boru. Bax dediyimə gəldi. 121'də deyir ki, birinci boru 8 sahada. Yazdım 8'də 1. İkinci boru 24 sahada. 1 böl 24. Doldurur topladım. Üçüncü boru, aha bax görsən, üçüncü boru boşaldır, özdə 12 sahada. Çıxıram 1 böl 12. Bərabər edirəm 1 böl x-ə. Çünki bilmirəm də birlikdə nə qədər. Artıq burada ortaq məxrəc əlbəttə 24 olacaq. Bax bu ikisi doldurur deyə topladım, bu boşaldır deyə çıxıram. İşin bir sahada görülən hissəsidir. 3, 24'ü bölüm 8'e vurdum 1'e. 3, üstəcələk 1, çıx 2. Bərabər 1 böl x. 4, 2. 2 böl 24 bərabər 1 böl x-dən x bərabər 12 almış oluram. 121'də cavab A bəndi. 122. 122 eyni də yazarsınız. 123 eynisidir yazarsınız. 124. Aha, uşaqlar 124 maraqlı bir məsələdir. Diqqətlə qulaq asın. Bu məsələ 8-ci sinif dilində də var, kitabında da var. Yəni əsasən 8-ci sinif məsələsidir və 9-da da çox istifadə olunur. Diqqətlə qulaq asın. Deyir ki, 11-ci sinif şagirdləri öz foto şəkillərini bir-birinə verdilər. Biz foto şəkil yox, əsasən bəlkə xatırlayarsınız. Yeni ildə, uşaq vaxtı, nə bilim, bu bayramlarda falan bir-birimizə uşaqlar ən çox hədiyyə alır bir-birinə. O ona verir, bu buna verir. Yəni hədiyyələşirik də, belə deyək. Deyir ki, foto şəkillərini bir-birinə verdilər. Bütün foto şəkillərin sayı 380 ədəd olarsa. Bilirsiniz, bu nə deməkdir? Yəni, mən sənə şəkil verdim, sən də mənə şəkil verdin. Sonra mən bu birinə şəkil verdim, o biri də mənə şəkil verdi. O birinə şəkil verdi. Yəni ki, belə deyim də, parçalana gedir də, aydındır. Yəni, mən əgər tutalım ki, 5 dənə şəkil gətirmişəmsə, aydındır, 5 dənə şəkil gətirmişəm də, mən durub onu özümə verməyəcəm ki, düzdür, özümdən safayı özümü çıxmaqla 4 nəfərə verərəm də onu. Aydındır, 5 dənə, özümə şəkil verəsi deyiləm ki, yəni, yəqin ki, nə demək istədiyimi başa düşürsünüz də. Ümumiyyətcə, yəni, lap əzbərinizdə, yəni başa düşməyəndə, o sadəcə beyində düşünmək lazımdır da ki, onu başa düşəsən. Və yaxud da burada belə deyim. Burada belə götürəsiniz ki, birini x götürsən, o birini x minus 1 götürəcəksən. Yəni, şəkil adam sayı ilə şəkil sayı. Aydındır. Adam sayı ilə şəkil sayını bu formada götürəcəksiniz.
Ümumi şəkil sayı deyəndə, belə deyim də, məsələn, belə sıralar olur deyə, belə, məsələn, deyirəm ki, burada neçə dənə dama var, belə. Tez o ağıllı uşaqlar götürür 1, 2, 3, 4, buradan da baxır 1, 2, 3, 4-ü tez buradan vurur 3-ə, heç saymamış deyir 12. Sanki belə bir şey də. Yəni, x qədər, deməli, adam, x-1 qədər də şəkil, çünki özümə şəkil vermədiyinə görə bunların hasili götürəcəm 380. Yəni fotoşəkil bir-birinə fotoşəkil verdi, bir-birinə hədiyyə verdi. Neynədir? Bax bu formada olanda birini x, digərini x-1 götürəcəksiniz 380. Həll edək. Əslində bu 2 ardıcıl ədəddir. Yaxşı, yenə də 380 da atıram bu yana. 380 bərabərdir 0. Viyyətə istəyirəm. Gedəm. Nə ilə nəyin hasili? 19 ilə 20-dir də. 19 ilə 20-dir. Müsbət 1 verməsi üçün cəm. Mənfi 19-a verirəm. Deməli 19 götürə bilməyəcəm, çünki say burada mənfi ola bilməz. Deməli x neçə olacaqdır? 20, x-1-də burada 19. Nə deyək ki 124-də? Deyək ki neçə 124-də deyil, neçə şagird var? Neçə şagird var uşaqlar? Şagird sayını, mən adam sayını nə götürmüşdüm? X götürmüşdüm də, düzdür? Bu paylanan şəkil sayıdır. Adam sayı dediyinə görə, şagird sayı dediyinə görə burada cavab elə olur. 124'te cevap olur. D bəndi. Çünki bu insan sayıydı. Bu şəkil sayıydı. Şəkil. 125 eynidir uşaqlar. Artıq yazıdan özünüz həll edərsiniz. Yenə də görürəm 13 şəkillər bir-birinə şəkil. Foto şəkil verdilər. Tez yazıram x bıraq x-1. 125. X bıraq x-1 bərabər 552. Bunu da vururam atıram. X'in kvadrat minus x. 552-ni atıram bu yana 552 bərabər 0. Artıq bu hansı 2 ardıcıl ədədin hasilidir. Həmin yenə də şagird sayını istəyir. Deməli şagird sayı x-dir. X-i nə tapsaz həmin şagird sayı olmuş olacaqdır. 126. 126 biraz fərqlidir. Niyə? Deyək ki, dama yarışında birinci sıra idmançıların hər biri digəri ilə oynayır. Baxın, uşaqlar, artıq mən sənə şəkil verəndə, sənə şəkil verdim və sən də mənə verirdin və yaxud da. Amma artıq oyun, bir dənə oyun oynanır. Baxın, oyun oynayırıq. Deyirəm ki, bir tur oyun təşkil elədik. Amma sənin də oyunun gedir, mənim də oyunum gedir. Düzdür, burada əslində 2 oyun gedir. Sənin oyununla mənim oyunum. Bir tur oyunun içində elə bir ki, 2 oyun gedir. Aydındır, nə demək istəyir? Bir oyunun içində 2 oyun gedir. Çünki 2 adam onu oynayır da. Mən sən onu oynayıram, sən də mənlə oynayırsan. Və mən səndən güləşirəm, sən mənlə güləşirsən. Sonra nə deyim? Nə bilim, 2 insan arasında oyunda bu insanın da qarşılıqlı oyun gedir da. Aydındır, nə demək istəyirəm? Deyir, dama yarışının birinci turda idmançıların hər biri digəri ilə oynayır. Aha. Cəmi 36 oyun oynanılmışsa. Ona görə də uşaqlar, burada x ilə x-1 götürəndə sən bunu 36 oyun desə də, sən artıq 36-dan 2 misli 72 oyun götürəcəksən. Çünki onun da oyunu gedir, mənim də oyunum gedir. Aydındır. Ona görə 2 qatı qədər. Artıq bunu vurub atıram. X-in kvadrat minus x minus 72 bərabər 0. Bu 8 ilə 9-da aydındır ki, müsbət bir vermək üçün buna verirəm. Mən 8-i götürə bilmirəm. Say mənfi olmaz. Cavab 9 və 8-dir. Nə istəyir? Deyək ki, idmançıların sayını tapın. Və yaxud da dedik ki, yəni insan sayı burada bundan, yəni x götürülür. Onun görə də cavab olacaq 126-da A bəndi. Yəni bunu dərk eləyə bilməyən, Azərbaycan dili zəif olan uşaq konkret məsələnin tipidir. Yadında da saxlaya bilər ki, deməli oyun oynanırsa, oyun sayının 2 misli götürürük. Yox. İnsanlar bir-birinə nəsə verir, şəkil verir, hədiyyə verir, nə bilim, çərçivə verir, qələm verir. Belə şeylərdə isə 2-yə vurmayacaqsan. X və x-1 hasilini vurub həmin sayı bərabər edib tapacaqsan. Yəni 2 ardıcıl ədədin hasilindən söhbət edəcək orada. Çünki x-1 təbii ki, ardıcıl ədədlərdə ara məsafəsi 1-dir. Və orada x insan sayıdır. Bax, bunu da unutmayın. Orada götürülən x insan sayıdır. Belə. 127. Deyir, teatrda yerlərin sayı sıraların sayının... Bax, bayaq çəkdiyim şəkildən də əslində bu. Bu teatrda, məsələn, düşün, belə bir şeydir də. Teatrda yəqin ki, hamı olub. Yəni, ən azından elə bir
kino, teatr belə bir şeylərə getmisiniz də. Yəni çox sırası, belə sıra və sütunla, o konsertlərdə falan olur. Belə bir şey gözünüzün qabağına gətirin. Çoxlu sıralar var, sütunlar var. Ailənin söhbət indi bundan getmir. Bu sonsuz qədərini bilmirəm. Mən nə bilim, orada neçə deyəcəkdi. Çünki say verməyib. Deyir ki, teatrda yerlərin sayı, yer yəni bu yerlərin sayı sıraların sayından 5 vahid çoxdur. Uşaqlar, burada ümumi say tapanda biz enində, yəni belə deyək də, bura nə deyək, sıraların sayını, bu sıralardır da, 1 sıra, 2 sıra, 3 sıra, 4 sıra, sıraların sayını vururuq yerlərin sayına da, düzdür, tapırıq. İndi burada mənə deyir ki, belə deyim də, bax, sıra vuraq, yer bərabərdir ümumi. Yəni, başa düşdünüz də nə dedim, ümumi sayı bərabər olur. İndi deyir ki, yerlərin sayı sıraların sayını 5 vahid çoxdur. Yəni, x qədər əgər, hansı çoxdur? Yerlərin sayı çoxdur. X qədər sıra varsa, x plus 5 qədər də yer var. Aydın, çünki yerlərin sayı daha çoxdur. Aha. Deyir, ümumi sayı 300'dür. Yeri sıranın sayına vuraram. 300 dənə yer var da, aydındır da. 300 dənə olarsa, ümumi. Bu tənliyi həll edəcəyik. Keçinək. Mötərizəni vurub atıram. Plus 5x minus 300 bərabərdir. 0 yazıram. Buradan da deməli özünüz x-i tapıb yerinə qoya bilərsiniz də. 127-də. Deməli bu diskriminantda da tapa bilərsiniz. 15 ilə 20 olmalı, səhv eləmirəmsə. 15, 20, bəli, mənfi 5 verməsi üçün buna verirəm. Deməli, mənfi götürə bilmirəm. Bu sıralarda yadınızda saxlayın. Bu tip məsələlərdə mənfini heç zaman götürməyəsiniz, müsbət. 15 dənə yer var. 15 dənə deməli, sıra var. 20 dənə yer var. Çünki biz bunu yer götürmüşdük. Buna sıra, yer sayı daha çox idi. İndi hansını istəyir ki? Sıraların sayını istədiyinə görə cavab olacaqdı 15. Yer sayı daha çox idi. Məsələdə baxın, deyir, yerlərin sayı daha çoxdur. Belə, cavab edir, Y bəndi. 128-də nə deyir? Bu da maraqlı məsələdir, biraz tipik məsələdir, diqqətli olun. Yəni, sınaqlarda falan qarşınıza çıxa bilər. Deyir, şagirdlər partalara 2-2 əyləşir. Bax, sinifinizi nəzərinizə gətirin. 2-2, 2-2, 2-2, 2-2 oturursunuz. 2-2 oturursunuz. 5 dənə sinif yoldaşın qalır ayaq üstə. Aydındır. 5 dənə sinif yoldaşın yer çatmır da qalır ayaq üstündə. Onda deməli, orada nə qədər şagird var ki, 2x qədər otura bilir, 5-i də artıq qalır. Bax, 2-2 oturublar, 5 dənəsi də artıq qalıb. Mən bilmirəm bu x neçədirsə. 2-2 otura biliblər, 2-2 otura bilirlər, aydındır. Amma 5-i də artıq qalıb. Yəqin ki, bura aydındır da. İndi davamını oxuyuram. Deməli, 5 şagirdə yer çatmır. Yəni, ayaq üstə qalır. İndi davamında deyir. 3 əyləşdikdə isə 2 parta boş qalır. Aha, baxın. Artıq görürsünüz, 5 uşaq belə ayaq üstə qalıb, götürüb biraz deməli, elə ki, 2 yerə 3-3-cə başlayırsınız da oturma. Sıxışdırırlar, oturtdururlar ki, 3-3 oturun görək hələ alınacaq. Bu da 3-3 oturur, amma 2 dənə porta boş qalır. Yenə yəni düz gəlmir də. Amma yəni əsas odur ki, say eynidir da, heç bir adam gediş-gəliş yoxdur. Yəni bunu yerindən təyin etmək lazımdır. Uşaqlar, baxın, 3-3 əyləşdikdə 2 parta boş qalır. Mən həmin x-dən o 2 partanın sayını çıxsam, 2 parta boş qalmayıb, çıxıram onu. Çıxart deyirəm, o partaları çıxar deşiyə. Çıxartdı x-dən 2 dənəsini. 3-3 əyləşdilər. Bayaqçı an etibarıyla, bayaqçı say bu saya yenə də bərabər. Çünki uşaq gediş-gəlişi olmayıbdır. Bu partanı çıxartdım 2 dənə. Artıq bu tənliyi həll edirəm. 2x plus 5 bərabərdir. Mötərizəni vurub atıram. 3x minus 6-dan. X bərabər 11 almış oluram. Şagirdlərin sayını istənir. Şagird sayı burada hesablamışdıq da. İstəyən bunda qoy, istəyən bunda. 2 vur 11 üstə